İran uduzub. Çox da biabırçı uduzub. Uduzmağının çox sadə əlaməti var. İran dedi ki, biz ABŞ-la hər tərəfli sülh müqaviləsi imzalayacağıq. Başqa bir variant bizi qane eləmir. İran bir 2 gün belə deyək, müvəqqəti razılaşmadan danışdı. Eşidirsinizmi? Amma sonradan Prezident Pezeşkiyan hər tərəfli və bir dəfəlik razılaşma məsələsini ortalığa qoydu. Ondan sonra bütün İran elitası, İranın siyasəti, hamısı demək olar ki, elə o müqavilədən danışdılar. Amma indi imzalanan memorandum 60 günlük atəşkəs rejimi barədədir. Hörmüz boğazı ilə də bağlı demək olar ki, İranın heç bir səlahiyyəti olmayacaq. Elə bütün gəmilər gəlib sərbəst gedəcək. Hörmüz boğazını formal olaraq heç kəs İranın ərazisinin tərkibindən çıxartmayacaq. Amma o ərazi artıq beynəlxalq ictimaiyyətin məhsulu olacaq.